Bir ayə ətrafında 5-10 dəqiqə danışmaq istəyirəm. وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ. Buyurur ki, əgər şəhər əhalisi, yəni insanlar, ölkə əhalisi, şəhər əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, onlar üçün ləfətəhna açardıq. Ləfətəhna yerin, göyün bərəkətinin, bərəkət qapısını onların üzünə açardıq. Əgər iki şərt olsaydı, iman və təqva olsaydı, həm ruzilərinə maddi baxımdan bərəkət verərdi, həm ömürlərinə, həm mənəviyyatlarına başdan ayağa yerdən göydən bərəkət yağdırardıq. Əgər iman və təqva sahibi olsaydılar. Maraqlıdır ki, imanla təqvanı yanaşı qeyd edir. Çünki iman özünü hardasa göstərməlidir də. İman özünü əsasən təqvada göstərir. Təqva nədir? Diqqətli yaşamaq. Addım atarkən diqqətli olmaq, xətadan özünü qorumaq, itayət etmək. O adamlar ki, diqqətli yaşayır, mən həmişə deyirəm, həcdə ehram giyinəndə fikir verirəm, hacılarda diqqət yaranır. Onu nəyə məşq eləyir Allah? Ehram giyinən kimi görürsən, diqqətli gedir, yaşayır. O ehram onun üçündür ki, yəni təqva libasıdır bu. Deyir ki, burada məşq elə, ömrün boyu belə yaşa, diqqətli yaşa. İman özünü təqva ehramında göstərməlidir, təqva libasında göstərməlidir. İnsanların bütün üstünlüklərinin meyarı təqvadır. Başqa heç bir üstünlük yoxdur. Var, hamısı təqvaya əlaqəlidir. Məsələn, alimlər də deyir, bilənlərlə bilməyənlər eynidirmi, Quran deyir. Elm üstünlük meyarıdır, təqvaya bağlanarsa. Hər şey gəlib təqvaya bağlanmaqla üstünlük meyarına çevrilir. İnsan qiyamətdə bu əsasla məqam rütbə əldə edir. Nə milli mənsubiyyət, nə ictimai mövqe, nə qeyri məsələlər üstünlük meyarı ola bilməz. Deyirlər, səhabədir. Səhabədir filan kəs. Nə olsun ki, səhabədir? Səhabədir lap pis. Məsuliyyəti daha çoxdur. Peyğəmbərin yanında olub, islah olmayıb. Deyir, səhabədir. Səhabədir düzəlməyibsə, Peyğəmbər səhabəsidir, başqalarından daha çox məsuliyyət daşıyır. Deyəcəklər, filan kəs, filan vaizə qulaq astı, adam oldu, islah oldu. Sən Peyğəmbərin minbərinin yanında bu vəziyyətdədir. Səhabə olmaq imtiyaz deyil, məsuliyyətdir. Üstünlük meyarı səhabə olmaq deyil, üstünlük meyarı təqvadır. Təəssüflər olsun ki, bu tərs təfəkkür hardan bizim beynimizə gəlib ki, filan kəslər səhabədir, bunların xüsusi rütbəsi var, bu imtiyaz kimi bunlara verilir. Bu yanlış yanaşmadır, tamamilə yanlışdır. Kim olursansa ol, yeganə rütbə təqvadır. Həmin o səhabələrdən, Peyğəmbər səhabələrindən 5-6 nəfər səfərə getmişdi. Danışmıram, yolda nə oldu? Acdılar bir vaxt. Çöldə idilər, gördülər bir çobandı qoyun otarır. Ona görə deyirlər, heç kəsə yuxarıdan aşağı baxmır. Çoban libasında, çöldə, bədəvi ərəbdir, nədir, bilmirəm, qoyun otarır. Dedilər ki, qoyunlarından birini bizə sat. Dedi ki, qoyunlar mənim deyil. Mən çobanam, filan kəsin qoyunlarını otarıram. Dedilər ki, sat da bunun birini bizə. Dedi, axı, mənim malım deyil. Dedi, yaxşı, bir qoyun neçədir, satma sonda. Qiyməti nə qədərdir? Dedi, məsələn, 20 dinar ya 20 dirhəm, bilmirəm. Dedi, 5-inə vur onu, 20-ni vur 5-ə eləsin 100. 100 verir bir qoyuna, bizə ver. Dedi, bəs axı, sahibinə nə deyim? Dedilər ki, denən ki, canavar yedi. Yazıq canavar. O harada elə nə oldu, ilə canavar yedi. Həzrəti Yusifdə də vardı o. Quyuya atırlar, ilə canavar yedi. Dedi ki, deyərsən canavar yedi. Dedi, mən desəm canavar yedi, o kişi mənə inanacaq, çünki etimadı var mənə. Mənə tam inanır, heç vaxtı şəkk eləməz sözümə. Ona qəbul etdirə bilərəm ki, canavar yedi. Bəs qiyamət məhkəməsində Allaha necə qəbul etdirim? Allaha necə qəbul elətdirim? Düzdür, o bizi görmür bugün, indi. Amma Allah ki, görür. Nəyə demək istəyirəm? Bir çobandır, bunlar da səhabədir. Onlara təqva dərs öyrədir.
Heç bəlkə Peyğəmbəri bir dəfə də görməyib. Heç bəlkə də Peyğəmbəri üzbəüz bir dəfə də qarşılaşmıyor. Belə deyəsən də elə idi. Ona görə də üstünlüyün rütbələri, meyarları tamam başqadır. Biz qəzavət eləməyək adamlar haqqında. Bilmirik kimdir, təqvası nə qədərdir, imanı nə qədərdir. Allah dostlarını, təqvalıları içimizdə gizlədib. Ustad Ənsariyan var, o məşhur vaizlərdən biridir. Onun bir yazılarından birində oxuyurdum. Deyir ki, getmişdim bir şəhərə. Ruhanilər məni çağırdı ki, gəl bir toplantı eləyirik. Bir torpaq bizə veriblər, orada istəyirik qocalar evi tikək. Varlı adamları çağırmışıq, gəlsinlər, hərə bir kömək eləsin. Olur da belə ruhanilər görərsən, yığar imkanlı adamlara deyər, filan iş görmək lazımdır, Allah eləməsin. Bu da belə yığmışdı. Deməyə ki, bəs bir xeyir iş görək, bir qocalar evi tikək. Deyir, oturmuşuq, bir dənə də ruhani mənim yanımda oturub, dedi, bu şəhərin ən varlı adamlarından biri var, ən varlısı odur. O bura gəlməyib. Deyir, dedim, bəs niyə gəlməyib? Dedi ki, 15 ildə onu tanıyıram. Mən ki, ruhaniyəm, mənə etimadı var. Onlarla, yüzlərlə deyir, yaxşı işlər görüb, hamıdan da çox. Heç kəs də bilmir, cəmaatda söyür ki, canından bir manat çıxmır. Hamı söyür. Mən deyib buna dedim ki, qoy mən bir dəfə heç olmasa deyim də ki, bir dəfə səni tanıtdırım, qoy bircə dəfə deyim. Dedi, yox, icazə ver Allah qiyamətdə desin, Allah çatdırsın. Dedim, axı bəs söylürlər səni, təhqir edirlər. Dedi ki, mən hamısını bağışlayıram, hamısının günahından keçirəm, Allah da bağışlasın. Haqlıdırlar da, indi zahirə baxıb qəzavət edirlər. Birində elə o yazısında yazılır, qiyamət bəhsidir, bir mövzudur ki, oxuyurdum onu. Deyir ki, bir məscid tikilmişdi, deyir, təzə tikilmişdi. Yerinə döşəməyə xalça yox idi. Cəmaat elə həsirin üstündə namaz qılırdı. Məscidin xadimi danışır ki, mən gecələr məsciddə qalırdım, səhərlər işləyirdim. Gecələr gəlib qalırdım, səhər biraz dincəlib yenə işimə gedirdim. Deyir, hər gün gəlirdim, bir gün deyir, biraz gec gəldim. Getdim, qonaq çağırmışdılar məni, gec gəldim. Gəldim, gördüm, qıfıl sınıb, zəncirlə qapını bağlayıb kimsə. Deyir, dedim, vay, oğurladılar, ya nəm. Deyir, küçədən şuluq adamlar girib, belə krantları da açıb aparırdılar. Deyir, girdim, içəri gördüm, yer döşənib bahalı xalçalarla, qablar, stakanlar filan, hər cür təchizatla qoyub, bir dənə də məktub qoyub. Deyir, açdım, oxudum məktubu. Məktubu oxuyanda gördüm, dedi ki, bilmək istəsən mən kiməm, üzümü bilmək istəsən, ünvanımı tanımaq istəsən, adımı bilmək istəsən, qiyamətdə ürəyin istəsə Allahdan soruşarsın. Qiyamətdə məni sənə tanıtdırar, lazım bilsən. Neçə gündür burada güdürəm ki, sən biraz gez gələsən, gəlim gizli şəkildə bu işi görüm, gedim. Budur, təqvanın əlaməti budur. Allah da belə görsən gizlədir insanların içində, qiyamətdə bəlli eləyir. Sən gizlədəndə Allah da bəzən aşkar eləyir. Bir hədis oxudum, deyir ki, Allah mələklər məmur eləyər, gecə ibadət eləyənləri təbliğ eləyərlər cəmaatın içində. Bu gecə ibadəti deyil, evində qılır. Bir gün cəmaat deyir, filan kəsin gecə namazı tərk olmur. Ay bala, hardan bildin? Sən bu ilə yaşamırsan, qəribə bir şeydir. Eşitdim sizdə deyir, filan kəs gecə namazını tərk eləmir. Belə tanıtdırır Allah. Allah deyir, mənim üçün elə, mənə görə elə, təqvalı ol, mənim yanımda əziz olasan. İmam Səccad əleyhissalam gözəl bir qayda deyir, bunu da deyim, sözümü bitirim. Deyir, kimi görsün, özündən üstün bil. Səndən böyük olsa, deyən, məndən çox yaşayıb, məndən çox ibadət eləyib. La ilahe illallahın bir dənəsində məndən çox deyib. Səndən kiçik olsa, deyən, az yaşayıb, az günah eləyib. Bəzən bəzi adamlar var, axı görürük, içir, nə bilim mən, nə eləyir, bu günahları eləyir, axı mən onları eləmirəm. Onu necə bilək ki, o məndən üstündür? Deyən ki, onun eybləri aşkardır, mənim eyblərim gizlindir. Nə olsun ki? Zahirən mən təqvalıyam, möminəm. Mənim də gizlin elə xəbis xislətlərim ola bilər ki, onun pisliklərinin atasına rəhmət ona baxanda.
İnsan buyurur Allah ki, imanlı və təqvalı olsa, yaşayışın keyfiyyəti dəyişir. Dilləri 5 günlük dünyadır, ye, iç, keyf elə. Mən Ramazan ayında dedim, valla mən də tərəfdaram. Din də tərəfdardır, mən kiməm ki? Din də deyir 5 günlük dünyadır, istəyirsənsə yeyib içib keyf eləyəsən, günah eləmə. Gör necə keyf eləyirsən. Günahsız yaşayışın ən böyük keyfi ilk növbədə dünyada özünü göstərir. Bu gözü haramdan yumursan, valla başqa bir göz açılır. Başqa cür görməyə başlayırsan. Qulağı haramdan yumursan, başqa cür eşitməyə başlayırsan. Valla belədir. Dili haramdan saxla, görürsən ki, başqa dil verdi Allah sənə. Hikmət danışan dil verdi. Həyatın keyfiyyəti, ləzzəti dəyişir. Namazın başqa cür namaz olur. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu deyəndə Ayətullah Behçət fəryad eləyirdi. Deyirlər, niyə bu axırda belə eləyir? Deyirdi ki, namazı bir seyirdir, başqa aləmə gedir, qaydanda təəssüf fəryadıdır, təəssüf. Necə Ramazan ayında adam bir seyir eləyir, qaydanda təzdən deyir, düşdü. Onun hər namazında belə bir haldaydı, belə bir vəziyyətdəydi. Bir daha ayəyə qayıdıram, sözümü tamamlayıram. وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُوا وَاتَّقَوْا Əgər şəhər əhalisi, ölkə əhalisi iman gətirsəydi və təqvalı olsaydı, لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ Yerin göyün bərəkət qapılarının üzlərini açardım. Belə ola bilər qazansınlar, pulları çox olsun, amma həyatlarının dadı olmasın, bərəkəti olmasın, xoşluq olmasın. Pulun çoxluğu, bərəkəti eyni şey deyil. Həyatın uzunluğu, bərəkəti fərqli şeylərdir. Bərəkətli, keyfiyyətli yaşamaq istəyirsənsə, iman və təqva ilə yaşa. Həm dünyada xoşbəxt olasan, həm də axirətdə. Allahümmə inna nəsəl.